Rusiya ordusunda Ukraynanın raket və dron zərbələri nəticəsində uçuş heyəti demək olar ki, hər gün həlak olur. İşğalçıların itkiləri ilə bağlı bu xoşagəlməz həqiqəti 12 dekabrda The Bloomberg Victor Bomber açıqlayıb. Manov paylaşımında bildirib ki, ondan həlak olmuş pilotların ailələrinə kömək üçün ianə kampaniyası paylaşması xahiş olunub. Lakin o müharibə başlayandan bəri bunu etməyib. Aviasiya heyəti hər gün ölür, onlar üçün həlak olanların adları yazılmış başdaşları hazırlanmalıdır. Amma heç də edilmir. Aviasiyanın bütün kateqoriyaları ölür. Pilotlar, texniklər, DOP üzvləri, OBU üzvləri, PAN üzvləri və PSS üzvləri deyə The Blogger izah edib. Məlumatlara görə Ukrayna Baş Kəşfiyyat İdarəsi dronları Sevastopoldakı Kaça aerodromuna zərbə indirib. Nəticədə An-26 hərbi nəqliyyat təyyarəsi, 2 radiolokasiya stansiyası və çoxlu sayda ekipaj üzvü, o cümlədən helikopter pilotları məhv edilib. Mütəxəssislərin fikrincə Rusiya-Ukrayna müharibəsində yüzlərlə elit hərbi pilotunu itirib. Bəzi mütəxəssislərin hazırlanması milyonlarla dollara başa gəlir. PBC daha əvvəl yazmışdı. Döyüş təyyarələri və helikopterlərin uçuş heyəti istənilən orduda süni şəkildə yetişdirilən mütəxəssislərdir və ordunun elitasını təşkil edir. Bir snayper pilotun hazırlanması 15-17 il çəkə və 12-14 milyon dollara başa gələ bilər. Tam miqyaslı işğalın başlanğıcında yüzlərlə müasir və döyüşə hazır qırıcı və qırıcı bombardımançıya malik olan Rusiya Ukraynaya qarşı geniş miqyaslı hava hücum kampaniyası apara bilmədi. Jurnalistlər ehtimal edirlər ki, bunun səbəblərindən biri aparıcı uçuş mütəxəssislərinin itirilməsidir. Döyüş aviasiyasının uçuş heyətini poligonda 3 aylıq kurs keçmiş səfərbər edilmiş şəxslərlə əvəz etmək mümkün deyil. Onlar illərlə hazırlanırlar. Rusiya işğalçı ordusunda həlak olan pilotların orta yaşı 40-dır. Lakin 55 yaşadək pilotlar da cəlb olunur. Bu yaxınlarda Rusiya Aerokosmik Qüvvələri bir bombardımançı ekipajını itirib. Rusiya mənbələrinə görə təyyarə sığınacaqda olarkən katapult sistemi işə düşüb. Təyyarə möhkəmləndirilmiş sığınacaqda növbədə olarkən katapult sistemi aktivləşib və pilotla silah sistemləri zabitini sığınacağın tavanına çırpıb. Victor Bomber adlı Rusiyaya yaxın hərbi telegram kanalının məlumatına görə hər iki aviator hadisə nəticəsində həlak olub. Kanal hadisənin dəqiq vaxtını açıqlamadan bildirib ki, hadisə yerində dövlət komissiyası işləyir. Ukrayna mənbələrinə görə hadisəyə qarışan təyyarə ya Su-34 Fullback ya da Su-24 Fencər olub. Hər iki təyyarə 2 nəfərlik ekipaja malikdir və taktiki bombardıman əməliyyatları üçün nəzərdə tutulub. Belə bir qəzanın baş verməsi üçün bir çox amillər üst-üstə düşməlidir. Katapult oturacağı sistemində düzgün texniki xidmət göstərilməməsi səbəbindən ciddi nasazlıq ola bilər. Həmçinin bu cür hadisə uçuş öncəsi yoxlamalar zamanı insan səhvinin nəticəsi də ola bilər. Hazırda isə Ukrayna tərəfindən hər hansı sabotajla bağlı məlumat yoxdur. ...25-ci ordunun tərkibində olan 31-ci mataatıcı alayın hərbçisi Zolaqlı, çağırış nişanlı Rus əskər xidmətin ağır şərtləri və cəbhədəki böyük itkilər barədə danışdığı video müraciət yayımlayıb. O bildirir ki, bölməsi 25-ci ordunun tərkibində döyüşür. Əskər danışır ki, o və yoldaşı 2 nəfərin yerinə yetirməsi mümkün olmayan tapşırıqlara göndəriliblər.
Məni komandirlər, çağırış nişanları Dubay və Kuba olan şəxslər tapşırığa göndərdi. 2 nəfər üçün mümkünsüz tapşırıqlar idi. Alıq nəfəri bir nöqtəyə doldurdular, ikisi öldürüldü. Güclə qaçıb canımızı qurtardıq. Rotasiya yoxdur, yemək yoxdur. 3 gündə bir gölməçədən su içirik. Su çatmır, yemək çatmır, uşaqlar ölür. O bölməsindəki itkiləri və yardımın olmamasını da təsvir edir. Bir ay ərzində artıq 50-dən çox adam öldürülüb və yaralanıb. Bu videonu görən və ya bu barədə nəsə bilən hər kəsdən xahiş edirəm, kömək edin. Komandirlər bizi qırğına göndərir. Bizi insan saymırlar. Ümumiyyətlə, heç nə hesab etmirlər. Kimə müraciət edəcəyimi bilmirəm, amma kim bacarırsa, kömək etsin. Əskər vurğulayır ki, bu şəraitdə sağ qalmaq demək olar ki, mümkün deyil. Burada yaşamaq mümkün deyil. Nə edəcəyimi artıq bilmirəm. 4 gündür susuzuq. Nə edəcəyimi bilmirəm. Ümid edək ki, sağ qalacağıq. 31-ci alay, 25-ci ordu. Bundan əvvəl Rusiyada bir ananın xaricə qaçaraq ordudan yayınan oğlunu lənətlədiyi və ona qorxaq olma deyə məsləhət verdiyi barədə məlumat yayılmışdı. Qadın oğluna risk et və Rusiya ordusuna qoşul deyir və bunu etməzsə qorxaq olacağını bildirir. Bu yaxınlarda Ukrayna hərbi kəşfiyyatı cəbhədə Rus qoşunlarının təchizatının kritik vəziyyətdə olduğunu göstərən bir telefon danışığını da ələ keçirib. Rus qadın işğalçı qüvvələrdə xidmət edən tanışlarının qeyri-insani şəraitdə olduqlarını danışır. 2 həftədir bir qazmada oturublar, yemək qurtarıb. Nə tapıblarsa yeyiblər. Hətta teraflü də yeyiblər ana, deyə o bildirir. Onun sözlərinə görə əskərlər cəbhə xəttində yeməksiz vəziyyətdə tərk edilib və günlərlə oradan çıxa bilməyiblər. O əlavə edib ki, xəndəyin kənarındakı qazmada sıxılıb qalanlar arasında Vanya, Dima və Seryoja da olub.